Süni intellekt kitabı əvəz edə bilərmi? Mütaliəni əvəz edə bilərmi? Bu suallara cavab verməyə çalışacağım. Süni intellekt gözlənilmədən çox sürətlə bizim həyatımıza daxil oldu və əslində bütün kitabçıların və naşirlərin belə bir qorxusu var. Kitabı əvəz edə biləcəyimi süni intellekt və bizim buna münasibətimiz necədir? Əslində baxsanız, süni intellekt bizim həyatımızı zənginləşdirən bir alətdir. Bunu həmişə yadda saxlamaq lazımdır. O bizə köməkçidir, biz ondan istifadə etməliyik, amma biz onun aləti olmamalıyıq. O bizim alətdir. Bundan biz necə faydalı istifadə edə bilərik? Xüsusən gənclər, tələbələr, hətta ucqar bir yerdə yaşayan insanlar da süni intellekt vasitəsilə axtardığı suallara cavab tapa bilərlər. Yəni ki, bir kitab haqqında xülasə oxumaq istəyirsinizsə, əgər o kitabın haqqında tam təfərrüatı ilə məlumatınız yoxdursa, məlumat ala bilərsiniz. Amma və yaxud imtahana hazırlaşırsınız, hansısa sualları verə bilərsiniz və o suallara cavab ala bilərsiniz. Və yaxud hansısa söz sizə aydın deyil, qaranlıqdır. Ona aydınlıq gətirə bilərsiniz. Dil öyrənməyə süni intellekt çox yaxından kömək edə bilər, sizə yoldaşlıq edə bilər. Hansısa bir dili, ingilis dilini, rus dilini və yaxud hansısa bir xarici dili öyrənmək istəyirsinizsə, süni intellekt bundan sizə kömək edə bilər. Amma tamamilə kitabı əvəz edə bilərmi süni intellekt? Mən buna çox böyük şübhə ilə yanaşıram. Süni intellekt kitabı heç zaman əvəz edə bilməyəcək. Çünki kitab elə bir şeydir ki, bu sənin düşüncəni genişləndirən bir məsələdir, böyüdən bir məsələdir. Baxın, süni intellekt vasitəsilə sən yoga haqqında təlimləri oxuya bilərsən, görə bilərsən. Amma sən yoga etmək istəyirsənsə, mütləq şəkildə onunla məşğul olmalısan. Sən süni intellekt vasitəsilə boksla bağlı yaxşı məlumatlar ala bilərsən, idmanla bağlı yaxşı məlumatlar ala bilərsən. Amma onu sən tətbiq etməsən həyatda, gündəlik o işlə məşğul olmasan, sən onun yaxşı, deyək ki, nə boksçusu ola bilərsən, nə idmançısı ola bilərsən və nə də yaxşı həkim ola bilərsən. Həkimlər də süni intellektdən çoxlu istifadə edirlər və etməlidirlər də. Amma bunlar hamısı yol göstərəndir. Sən əgər düzgün deməli, sual qoyacaqsansa, düzgün istədiyin şeyi süni intellekt vasitəsilə, süni intellektin nəzərinə çatdıracaqsansa, onda eyni şeyləri də düzgün şəkildə cavab, eyni şeylərə, eyni məsələlərə də aid düzgün cavablar ala biləcəksən. Süni intellekt əsridir. Biz buradan geri qala bilmərik. Bəzən deyirlər ki, bu tekst süni intellektlə yazılıb. Əlbəttə ki, süni intellektlə yazıla bilər tekst. Süni intellektlə siz hansısa bir yazını redaktə edə bilərsiniz. Süni intellekt vasitəsilə siz hansısa bir mətni tərcümə edə bilərsiniz. Amma sizin istədiyiniz mətni, sizin istədiyiniz teksti almalısınız ondan. Hətta redaktə mətnində belə. İndi mən əslində baxsanız, süni intellektdən istifadəni 100% dəstəkləyirəm. İstər təhsildə olsun, məktəblərdə olsun, hər bir sahədə süni intellekt bizim həyatımızın qaçılmaz hissəsidir. Biz oradan kənara çıxa bilmərik. Tarixlə bağlı, ola bilər süni intellektin bazasında istədiyiniz məlumatı tapmaq çətin ola bilər. Amma süni intellekt təsəvvür edin ki, böyük bir məlumatları, istər ensiklopediyalar olsun, müxtəlif sahələrdə dilçiliklə bağlı, müxtəlif fərqli elmlər, elmi sahələrlə bağlı, tibblə bağlı və s. Onlar hamısı süni intellektin bazasında var. Və bu anında minlərlə sizin topik, sizin qoyduğunuz mövzu ilə bağlı araşdırma aparıb və sizə cavab verə bilərlər. Hansı süni intellekt aləti daha ağıllıdır, daha obyektiv sizə məlumat verə bilər? Mən sizə deyim ki, süni intellektin indi ən çox narahat olduğu məsələ əslində həqiqətə yaxın olma məsələsidir. Aldatma məsələsidir. Bəzən elə olur ki, süni intellekt bəzi hallarda yalan məlumatlar verə bilər və yaxud da özündən nəyisə artıra bilər və yaxud hardasa tərəf saxlaya bilər.
Amma siz onu gərək yönləndirəsiniz. Sizin biliyiniz daim süni intellekti hansısa mənada üstələməlidir. Ən azı nə istədiyinizi süni intellekt çox dəqiq bilməlidir. Və siz görəndə ki, sizin istəyinizə süni intellekt %100 istədiyiniz cavabı vermirsə, siz onu təkrarən yönləndirib və təkrar ondan istədiyiniz cavabı ala bilərsiniz. Mənə elə gəlir ki, kitab hələ ki son əsrdə, deyək ki, son 500 ildə, 500 ildən də çox daha qədimə getsək, daş kitabələrindən tutmuş ta müasir kağız kitablarına qədər intellektin kəşf elədiyi ən yaxşı alətdir kitab. Kitabı hələ ki, yenə də süni intellekt yenə də məlumatları hardan götürür? Kitabdan götürür. Yəni bu o deməkdir ki, kitab süni intellektdən hələ də daha ağıllıdır. İndi süni intellekt əslində onlar nəyi gətirəcək, bəşəriyyətə nəyi verəcək, nələr bəşəriyyət süni intellekt vasitəsilə nələri əldə edəcək? O insan ağlını adlayıb keçə bilər. Amma indiki halda hələ ki süni intellekt kitabın verdiyi bilikdən arxada qalıb. Kitabın verdiyi biliyi araşdırıb və sənə istədiyin nəticəni verir. Ona görə bəs siz necə düşünürsünüz? Süni intellekt doğrudan da kitabı əvəz edə biləcəkmi? Kitabdan daha güclü ola biləcəkmi? Kitabın insana verdiyi o bilgini, o düşünməyi, düşünmə qabiliyyətini əvəz edə biləcəkmi? Sizin fikirləriniz çox mənə maraqlıdır. Xahiş edirəm aşağıda yazın. Siz necə fikirləşirsiniz? Kitabı süni intellekt əvəz edə biləcəkmi?